Salam və vaxtınız xeyir olsun. Deməli, mən bu videonu çəkməkdən məqsədim odur ki, bu günlərim 2026-cı il mart ayının 12-sidir. 2025-ci il oktyabr ayında Binəqədi rayon Daş bazarında 77 Rövşən Orxan 832 BID markalı mənim sürdüyüm avtomobil, icarəyə götürdüyüm avtomobillə qarşıma Elnur Cəllov Şakiroğlu adında bir şəxs çıxdı qarşıma. Deməli, yük avtomobili ilə qərəzli şəkildə çıxdılar qabağıma, qəza törətdilər və həmin qəzada ağır yaralandım. Diz qapağımı amputasiyası olundu, diz bağlarımın amputasiyası olundu və qalıcı xəsarət, yerimə məhdudiyyətim var, iş qabiliyyətimi itirmişəm, özüm də kirədə yaşayıram. Mən buradan Respublika Prokurorluğunun korrupsiya idarəsinə müraciət edirəm. Xahiş edirəm bu işi araşdırasınız. Olunan ortadakı cinayət faktını bağlayırlar. Və Binəqədi rayon prokurorluğuna mən məktub da göndərsəm, dəfələrcə video çəkiş müraciət eləsəm, bunlara baxmayaraq Binəqədi rayon prokurorluğuna nə dəvət olunmamışam, nə bununla bağlı hər hansısa bir tədbir görülmədi. Mənə dəymiş zərər Binəqədi rayon prokurorluğundan bir nəfər istintaqçı mənə deyir ki, telefonda aministə düşüb. Dəymiş zərər ödənilməyib. Sən necə sala bilərsən buna? Aministə sala bilərsən, amma mənə dəymiş zərəri ödətdirməlisən. Bunu qanun deyir. Siz eləməlisiniz. Mən buradan Respublika prokuroru və ölkə başçımız cənab prezidentdən kömək istəyirəm. Cənab prezident, hər gün bir qazimiz intihar edir. Sizdən artıq dərəcədə xahiş edirəm. İntiharların səbəbi belə bəzi məmurların bizim haqqımıza girib, biz onların qarşısında erməni psikdirə bilməyən əskərlərinizi, burada bu günlərin bəziləri, bəzi mülki vətəndaşlar gedib pul verib, puldan basırlar, bizi belə psikdirirlər. Biz də psixoloji olaraq psixologiyamız yerində deyil. Mən bugünkü gün borcun xərcinin içindəyəm. Həmin hafta qəzada olunan müalicə xərclərim, reabilitasiyalarım, ayağıma alınan nə bilim neçə cür korsetlər alınıb, hər dəfə deyirlər başqası alınmalıdır. Çünki yerimə məhdudiyyətim var, yeriyə bilmirəm. Özüm də kirədə yaşayıram. Vətənə bir əsgər böyüdürəm, bir qız övladı böyüdürəm. 2 övladım var mənim. Və yəni səhhətim də o deyil, xəstə adamam, öz müalicələrimi elətdirə bilmirəm. Bugünkü gündə burada çıxıb bu video çəkməkdə səbəbim odur ki, cənab prezident, hörmətli prezidentimiz, Ulu Öndər Heydər Əliyevin davamçısı İlham Əliyev cənabları. Dediyiniz kimi dəmir yumruq, amma bugünkü gün dəmir yumruğu parçalayırlar. İntiharların yenə deyirəm, intiharı eləməkdə səbəb bu olur ki, belə bizi məncə intihar həddinə çatdırıblar. And olsun Allaha ki, mən dünən həyatıma son qoymaq istirdim artıq. Çünki borcun xərcinin əlindən bezmişəm. Mənə vurulan zərəri kimdənsə 5 manat, 3 manat alıblar, işi bağlayıblar, qalmışam borcun xərcinin altında. Kimdən köməksə, nə icra başçısı kömək eləyir, nə rayon icra hakimiyyəti kömək eləyir. Bir elə xəstəxanalarda oldum, dövlətin verdiyi imtiyazlardan da heç birindən məni yararlandırmadılar. Mən sizdən artıq dərəcədə xahiş eləyirəm. Mənim ya borclarımın ödənilməsinə necə Binəqədi rayon prokurorluğu işi öz başına bağlayıbsa gəlsinlər, mənə borclarımı bağlasınlar, qutarsın canım, mənə heç nə ehtiyac yoxdur. Ya da ki, mən deyirəm, bu videonu çəkib ona görə paylaşıram ki, burada hər hansısa bezmişəm, başa düşürsən, psixologiyam da o deyil, özümü idarə edə bilmirəm. Mən avladıb orada mənə götürüb məndən izahat alıb əl çalıb. Notarial barışıq verməmişəm, bir şey eləməmişəm. Siz necə burada öz yanınızdan götürüb qərar verib işi bağlamısınız? Mən sizdən xahiş edirəm, cənab prezident, ölkə başçımız, Respublika prokuroru Kamran Əliyev cənabları bizi son həddə çatdırıblar. Sizdən xahiş edirəm. Mən şəxsən son həddə çatmışam. Belə yaşamaqdansa vallah yaşamamaq ondan yaxşıdır. Biz cavan uşaqları həyatımız məhv olubdur. Sizdən artıq dərəcədə xahiş edirəm. Bizim həyatımızı məhv edən insanların qarşısını alın. Qanun bizim ölkəmizdə var. Bəzi qurumlarda yoxdur. Bu qurumlarda da qanunu bərpa eləyək. Sizdən artıq dərəcədə xahiş edirəm. Bir Azərbaycan vətəndaşı kimi sizdən xahiş edirəm ki, bir Azərbaycan əskəri kimi, bir Azərbaycan döyüşçüsü kimi sizdən xahiş edirəm ki, mənə köməklik göstərəsiniz, Binəqədi rayon prokurorluğuna lazım olan göstərişinizi verəsiniz, işimə yenidən baxılsın. 2025-ci ilin oktyabr ayından bu günə qədər mənə hər hansısa bir qərar çıxarılıb verilməyib. Sizdən artıq dərəcədə xahiş edirəm, bununla bağlı mənə köməklik edin.